Soyuducu kondisioner ustasıyam. Video paylaşmışam ki, köməkçi axtarıram işləməyə. Yəni sənətə həvəsi olan insan, işə həvəsi olan, yəni bu peşəyə həvəsi olan insan razı yerlərdən zəhlər gəlir. Nə bilim, gəmidə işləyirəm, onlar gəlin 1-2 saat işləyim. Dəmir yolunda işləyirəm, gəlin 1-2 saat işləyim. Qardaşlar, bura zavod deyil. Mən ustayam. 5-6 nəfər işləyirik. Bizə də köməkçi lazımdır. Hansı ki sənətə həvəsi olan, bu peşəyə həvəsi olan, can yandıran, hansı ki sezonda bir saat 1-ə 2-əcən əziyyət çəkib, tər töküb, işləyirik, ağır yüklər də qaldırırıq, yendiririk. Bizlə beraber əziyyət çəkib və bu peşəyə həvəsi olan insanı axtarırıq. Düzdür, bizlə beraber işləyəcək, haqqını da alacaq, halal da yeyəcək. Ama bu iş sizin için qıraqdan adi gələ bilər. Bu iş adi deyil. Yəni hasant heç nə yoxdur. Çörəkdir ki, çeynəməsən udmaq olmur. Yəni bu işə belə adi baxmıyor. Yəni mən tələbiyəm, gəlin 1-2 saat işləyim, belə iş olmur. Bizə bu işə həvəsi olan insan lazımdır. Ürəklə işləsin, ürəklə pulunu da qazansın. Yoxsa biri zəng eləyir ki, dəmir yolunda işləyirəm, biri zəng eləyir, gəmidə işləyirəm. Bu işə adi baxmayın, sizə belə adi gəlməsin. Bu iş çətin bir işdir. Yuxusuzluq, yorğunluq,